Alhamdulillah nahmaduhu wa nasta'inuhu wa nastaghfiruh wa na'udzu billahi min shururi anfusina wa min sayyiati a'malina man yahdihillahu fala mudilla lahu wa man yudlil fala hadiya lahu nashhadu an la ilaha illa Allah wahdahu la sharika lahu wa nashhadu anna sayyidana Muhammadan 'abduhu wa rasuluh amma ba'du fa ya 'ibadallah ittaqullaha wa ati'uhu inna Allaha ma'al ladzina taqaw wal ladzina hum muhsinun. قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم واعتصموا بحبل الله جميعا ولا تفرقوا صدق الله العظيم. Muhterem Müslümanlar, Allah Teala Yüce Kitabımız Kur'an-ı Kerim'de buyurur ki Allah'ın ipinden hamlıkla möhkemce sarılın, ayrılığa tefrikaya düşmeyin. Məlum olduğu kimi insan öz təbiəti baxımından sosial varlıqdır. Onun tək başına yaşaması mümkün deyil və xoşbəxtliyi də birbaşa cəmiyyətin asayişi ilə bağlıdır. Qarşılaşdığı çətinliklərin öhdəsindən tək başına gələ bilməyən fərd başqaları ilə paylaşmağa ehtiyac hiss edir. Təbii fəlakət, müharibə və xəstəliklər kimi ağır problemlər ancaq cəmiyyətin birgə səyi nəticəsində aradan qaldırılır. Birgə yaşamağın tələbi olan həmrəylik sayəsində insanlar yardımlaşmanı, birlikdə iş görməyi öyrənirlər. Həmrəylik hər hansı bir qrupu, cəmiyyəti meydana gətirən fərdlərin duyğu, fikir və mənfəət birliyi ilə bir-birlərinə qarşılıqlı olaraq bağlanmaları bütün məsələlərdə qarşılıqlı dəstək olmaları mənasına gəlir. Əziz möminlər, həmrəylik əsasən iki şəkildə təzahür edir. Maddi və mənəvi. Maddi həmrəylik problemlərin həlli istiqamətində insanların sahib olduqları maddi imkanlarını səfərbər etmələri, bu yolda fədakarlıq göstərmələridir. Mənəvi həmrəylik insanların və ya müəyyən bir sosial qrupun müxtəlif müsibətlərdən məruz qaldıqları ağrı və kədəri sadəcə başa düşmək, maddi yöndən onlara dəstək vermək deyil, eyni zamanda ağrı çəkənləri, yoxsulları, təcrid olunanları, özünü yalnız hiss edənləri, xülasə müxtəlif psixi, sosioloji, iqtisadi problemlər məngənəsində əziyyət çəkən məzmunları mənəvi məsuliyyətin bir tələbi kimi könüllü dəstəkləməkdir. Başqa sözlə, digərlərinin dərdlərinə və kədərinə şərik çıxmaq, onları ürəkdən hiss etmək və bölüşməkdir. Dəyərli müsəlmanlar, İslam dininin ən çox vurğuladığı cəhət də məhz birlik və bərabərlikdir. Allah Resulü sallallahu aleyhi ve sellem 23 illik peyğəmbərlik dövründə müsəlmanların həmrəylik üçün çox çalışmış, cəmiyyətin həlak olmasına gətirəcək istənilən fitnə fəsadın aradan qaldırılmasına cəhd göstərmişdir. İslamda ilk həmrəylik nümunəsi Məkkədə baş vermişdir. Müsəlmanların yüksəlişinə mane ola bilməyən Məkkə müşrikləri Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin zəif tərəfdarlarına qarşı zorakılığa rəvac verirlər. Onları tabi olduqları yeni dindən köhnə inanca qaytarmaq üçün müxtəlif vasitələrə əl atdılar. Müsəlmanlar bu çətinliklərə ancaq maddi mənəvi həmrəylik sayəsində sinə gələ bildilər. Məkkə dövründə müsəlman həmrəyliyinin ən gözəl nümunəsinə Əbu Talib dərəsindəki 3 illik embargo zamanında rast gəlirik. Müsəlmanlar burada müşriklərin iqtisadi embargo və boykotlarından blokadasına sadəcə həmrəylik nümayiş edərək müqavimət göstərə bilmişlər. Onlar əllərindəki var dövləti və pulu bir yerə toplayaraq birlikdə istifadə etdilər. 3 il keçmiş, pul qurtarmış, müsəlmanlar aclıq və yoxsulluq ucbatından ağac yarpaqları, hətta quru heyvan dərisini yeyərək dolanmalı olmuşlar. Bu şəkildə də əqidələrindən dönməmiş, çətinliklərlə
mübarizə apara bilmişlər. Müsəlmanların həmrəyliyi hicrətdən sonra da davam etmişdir. Hər şeyini Məkkədə qoyub, doğma yurtlarını tərk etmiş, Məkkəlilərin köməyinə daha əvvəl İslamı qəbul etmiş Yəsribdə qardaşları yetişdilər. Onlar mühacirləri qonaq etmək, öz evlərində saxlamaq üçün bir-birləri ilə yarışırdılar. Bunun üçün hətta püşk atmağa da başlamışdılar. Müsəlmanlar arasında həmrəylik Hz. Muhammed sallallahu aleyhi ve sellemin vəfatından sonra da davam etmişdir. Allah Resulü sallallahu aleyhi ve sellemin vəfatından sonra baş vermiş irtidat hadisələri və yalancı peyğəmbərlərlə mübarizədə müsəlmanlar arasındakı bütün ixtilafları bir kənara qoymuş, həmrəylik nümayiş etdirmiş və İslam dini üçün ən böyük təhlükə olan bu məsələni həll etmişdilər. Dəyərli möminlər, tarixə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı bir çox problemin həllində həmrəylik nümayiş etdirmişdir. Bakı və bölgələrimizdə xalqımıza qarşı 20-ci əsrin əvvəllərində soyqırımı törətmiş erməni quldur dəstələri ilə mübarizədə dinindən və məzhəbindən asılı olmayaraq ölkə vətəndaşlarının həmrəy olmuşlar. Vətən müharibəsi də həmrəyliyimizin ən zirvə nöqtəsidir. Xüsusən sonunda qeyd etmək lazımdır ki, xalq olaraq həmrəyliyin necə böyük nemət olduğunu bilirik. 44 günlük vətən müharibəsi zamanı işğal edilmiş torpaqlarımızın azad edilməsində Ali Başkomandanın ətrafında bir yumruq kimi birləşib, vətəni erməni terrorçularından tamamilə təmizlədiyimizdə həmrəylik nümayiş etdirməyimiz vacib faktorlardan biri oldu. Tarixdə olduğu kimi gələcəkdə də ortaya çıxacaq problemlərin həlli istiqamətində ən yaxşı yol həmrəylikdir. Ələ innə əhsənə kələm və əvləğən nizam kələmullahi məlkil azizil alləm kəməl qalə Allah təbarəkə və teala fil kələm və izə qurəl Qur'an fəstəmi'u ləh və ənsidu ləalləkum turhamun. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnə d-dîne indəllâhil İslam. Elhamdülillah hamden kâmilina ve salatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in ta'azimen li nebiyyi ve takrimen li sahih ve qâle azze ve celle min qâilin mutfiran ve emra inna Allahe ve melâikete yusallûne alen nebi ya eyyühellezine amenu sallu aleyhi ve sellem ve teslima lebbeyk Allahümme lebbeyk Allahümme salli ala seyyidina Muhammedin ve ala seyyidina Muhammed kema salleyte ala İbrahim ve ala İbrahim inneke hamidun mecid. Allahümme barik ala Muhammedin ve ala Muhammed kema barakte ala İbrahim ve ala İbrahim inneke hamidun mecid. Allahümme afir ümmeti Muhammed, Allahümme afras ümmeti Muhammed, Allahümme nasır ümmeti Muhammed, Allahümme eslih ümmeti Muhammed, Allahümme feric an ümmeti Muhammed, Allahümme erhammeti Muhammeden rahmeten âmet. Tevfena müslümin ve etibna bis-salihin, Allahümme şurna fi zümretis salihin. إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون